Salam, Mehriban Görüş verilişinin hörmətli tamaşaçıları. Bugün studiyamızın qonağı sözün kəsəri, xalqın dərdini özünə məxsus ifadə etməyə bacaran, Azərbaycanın yazıcısı, uzun illər parlament kürsüsündən millətin vəkili kimi səsini ucaldan, hər zaman səmimiyyəti və rəngli çıxışları ilə seçilən Aqil Abbasdır. Aqil müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Necəsiniz? Allah'ın ətəndən, prezidentimizin də ətəndən yapışıb sağ-salamat yaşayın. Çox şükür bugünə. Aqil müəllim, parlamentdəki çıxışlarınız tez-tez trend olur. Emosional çıxışlarınızdan sonra kaş bunu deməyəydim. Anlarınız olurmu? Yox. Yəni peşmançılıq O sözü çəkirsiniz. demişəm, keçib gedir. Onun nə qədər peşman olursan ol, xeyri yoxdur. Yox, olmamışam peşman. Tez-tez sosial problemlər qaldırırsınız. Sizcə bu deputatın səsini nazirlər eşitmirlər? Eşidirlər, o zərrəcə deyil, eşidirlər. Əməl etmirlər, olsa necə? Yox, müəyyən mənada əməl edirlər. İndi dövlətin siyasəti var. Nazirlər dövlətin siyasətini yerinə yetirir. Deputatların deməyinə yerinə yetirmir axı. Deputatların dediyindən nəsə istifadə edirlər, amma dövlətin siyasəti var. Nazir dövlətin siyasətini yerinə yetirir. Mən çox şey deyə bilərəm bir deputat kimi, amma onun düz gəlməz. Neçə il deputatlıq fəaliyyətindəsiniz? Bu 21 ildir. 21 ildir. Bu 21 ildə Azərbaycan parlamentinin ruhu necə dəyişdi? 2005-ci illərin arasındakı ilin Milli Məclisinin daha maraqlı idi, yoxsa Yox, həmişə 26-cı maraqlı il? olur. Həmişə maraqlı olur. Xüsusən gənclər gəlirlər, gənclərə yer verilir. Onlar daha maraqlı edir. Onlar biraz, artıq onlarda biraz qorxusu yoxdur. Amma yaşlı adamlar biraz danışığına diqqət edir. Amma həmən ruhdur. Həmən elə əvvəl nətər olub elə o ruhla gedir. Yəni heç bir dəyişiklik yoxdur, deməzdim. Elə bir ciddi dəyişiklik vallahi bilmirəm. Hiss eləmişsiniz. Açıq tribunadır, nə istəyirsən danışa bilərsən. Təbii ki. Cəmaət icra başçısına problemli deyə bilmir. Özlərinin xalqın xidmətçisi kimi yox, xan kimi aparırlar. Siz deputatların sözü başçının yanında keçmir ki, xalqın şikayəti birinci siz qapı bunu bütün arxasında icra qalır. başçılarına aid eləməyin. İcra başçıları deyirsiniz, özünü xan kimi aparır. O köhnə Sovet hökuməti vaxtı idi. Birinci katiblər özünü kiçik paşa bilirdi. İndi icra başçıları özünü elə aparmır. İcra başçıları xalqın səsini eşidib, görüşünə gedir, müəyyən problemləri həll edir. Amma bütün problemləri həll eləmək icra başçısının gücündə deyil. Rayon ona həvalə olunub. Rayon ona həvalə olunub, rayondakı idarələr... Rayondakı idarələrə də elə şərait yaratmırlar axı. Özləri şah kimi aparırlar. Yox, kızım, bilirsiniz, görürsünüz, bilmirsiniz. Rayondakı idarələr heç bir icra başçısına tabi deyil. Hamısı regionaldır, hamısı nazirlərə tabidir. Rayonda öyle, məsələn, işıq ayrıdır, qaz ayrıdır, su ayrıdır. Onlar icra başçısına tabidir. Deməzdim, tabi olmasalar da tabeliyinə salırlar, məcbur eləyirlər. Deyil, məcbur eləyə bilmirlər. Heç bəzən eşitmirlər icra başçısını. Deyir, mənə nazirim deyə bilər. Yəni, mən işin için deyəm, ona görə deyirəm. Siz yalandan deyim ki, tabi. Amma icra hakimiyyəti tərəfindən qapıdan qovulanlar da az deyil bugün. Vallahi kızım, bəzən adamlar haqsız olabilir. Tanınmazdı da. Yox, bəzən... Çoxlarının da son ümidi deputatdır. Hətta bir çox deputatlar Fağır kəndlinin əlindən tutub, icra başçısının otağına aparıb, demir ki, bu adamın haqqını tələb etmək əvəzinə kəndli ilə yox, hətta başçı ilə çay içməyə üstün tuturlar. Belələr də az deyil, Aqil müəllim. Mən o deputatları tanımıram. Mənim tanıdığım deputatları o sıraya salmıyorum. Bilmirəm kimi nəzərə tutursunuz. Bilirsiniz, adını deyim, olur, yox. Amma deputat icra başçısı kəndlərdə görüş keçirdir. Məsələn, mən özüm kəndlərdən dedim. Və qaldırılan problemləri icra başçılığıdırsa, başçı aiddirsə, gəlib o icra başçısına məlumat verir ki, filan kənddə filan problem var, filan kənddə filan problem var. Nə bilim, su azdır, ya işıq tez-tez keçir. Gəlib onu deyirlər və onlar da çalışır o problemi yerindən qaldırsın da o problemlər olmasın.
Mənim valla 200 lira basısıyla işləyirəm. İkisi də lazım olan vaxt telefonla zəng edirəm. Kətdən zəng gelirlər falan mı deyirəm, falan problemlər var. Sözünüzü eşidirlər, əməl edirlər. Yenə də həmin o sakinin o son ümidi sizsiniz. Bəzən deputatlardır. Bəzən mənim işim ona görə çətindir ki, mənə təhcə tutalım, Ağcabədi Füzulinin deputatıyam, yox. Ağdamdan da, nə bilim Masallıdan da tutalım, hətta Naxçıvandan mənə zəng gelirlər, problemlərini deyirlər. Bilirlər ki, yazıcı adamsız, ürəyiniz söhbət yoxadır. odur, həm də deputat, Azərbaycan deputatdır, təhcə Ağcabədinin ya adamı deputat deyir. Yəqin düşünürlər ki, Aqil müəllim yazıcıdır, ürəyi yoxadır. Gedək dərdimizi Aqil müəllimə deyər. Olur, o da olur, bilirlər O bizi eşidər. Bilirlər ki, biraz köyrək adamım. Elə insan olubdur ki, sən müraciət eləsin, amma əlinizdən, çarəsizlikdən heç nə eləyə bilməyibsiniz. Axşam çox narahat yatmışsınız. Elə də olur, elə də olur və fikirlərsən ki, bunu nətər eləyim, bir şey fikirlərirsən, bir yol tapırsan, bir dostların köməyi ilə nə-nəsə eləyə bilirsən. Amma o çox nadir hallarda. Çünki çalışan köməyimi eləyim. Yəni, deputat nə deyim, millət ilə dövlətin arasında körpüdür. Bəli. Və millətin elədiyi müraciəti göndərir nazirlərə məktub formasında, onlardan cavab alır. Həm biz alırıq, həm millət göndərən şikayət salır. Və bəziləri yerinə yetirilir, amma bəziləri elə var ki, onun yerinə yetirilmir. Çünki niyə? Bəzən tələblər düz qoyulmur. Kim tərəfindən? Şikayətçi tərəfindən. Şikayətçi tərəfindən tələblər düz qoyulmur. Məsələn, indi qanun çıxır ki, 65 yaşdan sonra təqaüdə çıxmalısan. Sən xahiş edirsən, bir il artırırlar. Nazirdən falandan. Gələr bir il artırır. Da olmadı axı. Bunu dövlət qanun çıxardı. Qanun niyə pozulur? Ümumiyyətlə, tez-tez şikayətlər nədən olur? Cəmiyyəti narahat edən nədir cəmiyyəti? Cəmiyyəti narahat edir. Məsələn, kənd cəmiyyətləri. Kənd cəmiyyətinin söhbət edir. Narahat edən sudur əsas. Biraz indi Allah şükür Qarabağda olunandan sonra su artıb. Sudur, işsizlikdir. İşsizlik var kəndlərdə. Əslində kəndlərdə işsizlik olmamalı. Çünki dövlətin qanunu var. Sənə torpaq sahəsi verilibsə, sən işsiz sayılmırsan. İşsiz sayılmırsan. Get torpağını ək, becər. Bayaq dediniz, axı su yoxdur, su qutluqdur. Su olmayan yerdə torpağı necə becərmək var? Ona görə müraciət edirlər. Sən də çalışırsan, elə olub ki, kəndlərdə artisan vurdurmuşam. Hətta kömək eləmişəm. Ya Batçı vurdurub, ya su təsərrüfatına baxan nazirlik vurdurub, komitə vurdurub ki, filan kəndlərdə su yoxdur, o da gedib artisan vurdurub. Amma bunun namusunu həll eləmək mümkün deyil. Artisan çox bahalı bir şeydir və bir rayona bir ildə uzaqbaşı 10 dənə artisan ayıra bilərlər. Amma rayonda artisan çox da lazım olur, tələb olur. Maddiyyat tələb olunur da, belə demək istəyirsiniz. Yox, əksinə belə bir söz demişəm mən. Bəli. Qorxu deyil ki, əgər bir yadçı evdə xanım deyib ki, gələn uşaqlara su da alıb gətirərsən, o heç də yaza bilməyəcək. Bütün gün fikirləşəcək, bu su da hardan tapın. Beyni qalacaq sudun yanında. Yox, belə də demişsiniz. Amma kasıb o da onu beyni qalır kasıbsızındakı bu uşağı... Demişsiniz ki, kasıb, yazıcı kasıb olanda daha yaxşı əsərlər yaza bilər. Qoymuşam boynuma, demişsən, amma yazman çıxır. Boynumuza qoymuram. Özüm eşitmişəm, özüm dinləmişəm. Nə bilim? Yəni, deməmiş olasınız da, deyilsiz deməmişəm. Faktiki demişsiniz. Necə bunu qəbul edək? Mən də həmişə deputat maaş almamışam, jurnalist olmuşam. Mənim də imkansız vaxtlarım olub. Gözəl də əsərlər yazmışam. Bəs imkanlı vaxtlarında necə? İmkanlı vaxtlarında daha gözəl. Daha gözəl yazmışsınız. Bəli, mən də elə düşünürəm. Bəs belə də demişsiniz ki, yaxşı yazıcı parlamentdə demişsiniz ki, müəllimlərin, həkimlərin maaşını artırmasını tələb etmişsiniz, düzdür? Bəli. Amma yazıcının maaşının artırmasını niyə tələb etmişsiniz? İstəmişsiniz ki, yazıcılarımız maaş alır ki, tox olub, yaxşı əsər yazsınlar. Onu da demişəm, bizdə də icazə verir. Necə? Onu demişəm mən. Bəli, demişsiniz. Deyim nətər demişəm. Yazıçılar
Qabaq bir yazıçının kitabı çıxırdı, qanarar alırdı. Bəli. Mən də almışam. Bəli. Sovet dövrü bir almışam. İndi yazıçılar qanarar ala bilmirlər. Əsərlərini kitab oxuyan azdır. Çox 1000 tirajdan artıq Keşimin kitabı çap olunmur. Ən məşhur yazıçının da. Və onun məcbur olur, verir mağazalara, hava satılacaq. Bir də demişəm ki, Bəli. elə Yadınıza düşür yazılar elə dedikləriniz. bir günə düşür ki, öz əsərlərini özləri satırlar. Hətta dedim, mənim qabaq Məhəmməd Hadi yalnız öz əsərini, əl yazmalarını satırdı küçədə. İndi bütün Azərbaycan yazıçıları olub Məhəmməd Hadi. Küçədə kitablarını satırlar. Küçədə qoyurlar, gedib Necə kitabını- baxırsınız yanaşmanız? Düz baxıram, əvvəla dövlətin, indi kitabxanalar əvvəla kitab mağazası az idi. Son zamanlar artıq kitab mağazaları. Çox bu yaxşı halda. Amma oxuyan azalıb. Kitab oxuyan azalıb. Məsələn, mən vaxtı ilə Sosial şəbəkələrdən irəli. bir dəfə, yox, oxumaq, televiziyalar qoymur, müğənnilərə çıxardıram, onlara bax, neyini mənə baxsın. Və deməli, vaxtı ilə 350 manata Sovet dövründə qadağan olunmuş kitab almışdı. 350 manata bir Bəli. kitab. Schopenhauer'ın. İndi kitab mağazasında o 20 manatda alan yoxdur. Amma onda o kitab almaq üçün adamlar gecə gündüz yatmırdılar ki, bu kitabı hardan tapacaq. Amma indi həmən kitablar 20-15 manatda alan yoxdur. Heç kim maraqlandırmır. Aqil müəllim, məncə yazıçını dahi edən mədəni acılığı deyil, düzdür? Onun qarnına qədər tox olsa, bir o qədər daha dünya səviyyəli əsərlər yazar. Yox, belə qəribə suallardır. Ya, qarnı tox nədir bu söz? O sizdən çıxıbdır da, sizin Sən sözünüzdə. eləmişəm də, əgər demişəmsə, onda qarnım toxda ölmüşəm. Yəni, yazıçı, deyirəm, yalnız oturub, ailəsini dolandırmaq haqqında fikirlərsə, o nətər şey. Düzdür, məsələn, Dostoyevski həmişə kasıb oldu. Bəli. Həmişə kasıb oldu Dostoyevski. Amma gözünlə əsərlər yaradı. Kasıbçılıqdan irəli gəlir. Tolstoy da milyoner olub, o da varlı olub, o da gözəl əsərlər yazıb. Yəni, istedad heç nəyə çıxmır. Nətər olsa patlayıb çıxacaq və yazacaq. Kasıb da olsa, varı da olsa. Bəli, düzdür. Dolu filmini çəkən Oruqda olan Aqil Abbas bugün Şuşa otellərinə gedəndə daxilindən hansı hisslər keçir? Özünü necə hiss edir? Birinci, çox xoşbəxt. Birincisi, mən yazırdım həmişə ki, Qarabağ azad olunanda, Şuşada bayraq sancırıb, Azərbaycan himni çalınanda sevindiyimdən ürəyim partlayacaq olacaq. Və bunu gördüm. Amma ölmədim. Bugünə şükür ölmədiniz. Ölmədim. Niyə? Allah dedi yazırsan, ged adamın tikilməyində gör, sonra öl. İndi adamı tikirlər. Bəli. Yəni, mən bu sözü demişəm. Amma gedib Şuşada otel mənim üçün maraqlı deyil, Şuşanla Cıdır düzümü maraqlıdır. Həm Tursu maraqlıdır, Sabulaq maraqlıdır. Sabulağın suyuna görə yox, yəni onları gedib. Yəni, orada hava ayrı cürdür. Məsələn, nə deyim də, olmuş Şuşada, olmamışsız bilmirəm. Amma havası ayrıdır, suyu ayrıdır, göğü ayrıdır. Şuşa tamamilə başqa bir yerdir. Ona görə o mədəniyyət mərkəzi elan edirlər. Şuşadan bir dəfə 70-ə qədər çıxmış Azərbaycan görkəmli şəxsiyyətlərin adını yazmışdım qəzetdə. Sonra mənə göndərdilər, Şuşalılar, qeyri-Şuşalılar, 250 nəfər çıxdı. Hələ tam ki olmayan. Bir şəhər, 12-14 min ahalisi olan bir şəhər, Azərbaycana bu qədər görkəmli şəxsiyyət verib. Görkəmli tarzan verib, alim verib, xanəndə verib, rəssam verib, xalçaçı verib, bəstəkar verib. Biz, yəni, belə bir torpaq düşür. Aqil müəllim, deputatlıq sizin yazıçı ürəyinizə daha çox ağrıqdı, yoxsa sizə yeni mövzular verdi? Yox, deputatlıq mövzu vermir. Amma yazı yazmağa imkan verir, publisist yazı. Amma mövzu verir. Mövzunu sən tapırsan, görürsən, bir hadisə olur.
Məsələn, bir gün buradakı mənim üçün bir köşə yazısı deyəsən. Burada bir gün bura gəlməyim, buradakı hadisələr gördüklərim, yəni pərdə arxasında. Köşə yazısı deyə bilər. Və amma vallahi bilmirəm, nəsə bir an olur, bir hadisə olur, o sənə bir böyük deməli, məsələn, mən Dolu əsərin yazanda adam işğal olunandan sonra başlamışdım. Nə qədər eləyirdim, yaza bilmirdim. Nə qədər eləyirdim, istədiyim üçün yaza bilmirdim. Sonra bir Elməddin Sərdar adında bir döyüşçü var. 16 yaşında Fired Asifin dəstəsində, Fired Asifin də dəstəsinin xalası oldu. Adamla Fired Asifin milli qəhrəmanın dəstəsində vuruşur. 16 yaşında olanda. Bir dəfə söhbət zamanı qəribə bir şey dedi. Dedi, ağır müəllim, bəs bir oğlanla, onu Dolu filmində var o yer. Deyir, bir döyüşçü yoldaşıyla dalaşdıq. Çox pis birimizə söyüşlər söyledi. Dedim, mən səni öldürəcəm, o dedi, mən səni öldüm, bəsən belə olsun. Sonra deyir, getdik döyüşə, böyür-böyrə vuruşurdu. Ona güllə dəydi, deyir. Ona güllə dəydi, mən onu aldım çiynimə ki, sağ-salamat görüm, həkimə çatdıra bilərəm də, yəni sürüyə sürüyor. Al, gətirdim, yolda deyir, müqayət ki, bəs, Eyməddin, nə yaxşı güllə mənə dəydi. Sənə dəysəydi, elə biləcəkdilər, mən vurmuşam. Allah üzünüzə baxdı. Deyir, dedi, öldü ucağın. Bildin? Yəni bu, o əsərin dəki o həmən nöqtəsini verdi və mən əsəri yazdım. Öz əsəri oturub bir dəfə yazmamışam. Hətta sigaret qabının üstünə, nə bilim, sarfetka yazmışam, qəzetin qıranı yazmışam, təyyarədə yazmışam. Çünki o rəssam kimi ağlıma gələn yazmışam, sonra yığıb siz montaj edədiniz kimi fikirləri, yəni itirdə fikirlər. Məsələn, yaxud... Nə qədər çəkdi o əsərin tamamlanmağı? Əsərin tamamlağı o sözü eşidəndən sonra çox az. 2 əsəri tamamladım. Əvvəldən, amma beynimdə var idi də. Bilirsiniz, lap tez qutardım. Bir məşhur söz var, hadisə var. Bir rəssam əsərini satır, 1 milyon dollara. Bir dənə də var adam gəlir alır. Var adam gəlir alır. Sonra eşidir ki, bunu bir həftəyə çək, 3 günə çək bu əsəri. Deyir ya, 3 günə 1 milyon pul qazanma olur. Gəl deyir ki, Allah əsərini. 3 günə 1 milyon pul qazanma olur. Deyir, ayaqmaq, sən hardan biləsən ki, mən bunu 30 il fikirləşmişəm, 3 günə çəkmişəm. İndi mən də həmən Dolu romanını 92-dən fikirləşmişəm, 2008-də yazmışam, 2012-də filmi çəkilibdir. Bir hadisədə deyirsiniz, yadıma alışır. Bir Əhbər Rüstəmov var. Adamda, deməli, sənət peşə məktəbində idman müəllimi idi. Müharibə başlayanda, orada da peşə məktəbində yuxarısınlar olur, 9-10, artıq yeni yetmələr. Həmən uşaqlardan batalyon düzəldib, gedib vuruşurdu. Oğlu da yanında, Sənan Rüstəmov şəhid oldu. Oğlu da yanında. Və döyüşün bir anı Sənana güllə dəyir. Bir dənə də bunun tələbəsinə güllə dəyir. Bu ikisindən birini çıxarda bilər də, sürünüb gedib güllənin altından. Təbii ki, adam balasını çıxartması. Deyir, gördüm ki, o güllə dəyən tələbə, mən elə baxdı ki, müəllim, sən bəs Koroğlu falan danışını mən burada öyle. Deyir, uşağımın dağınıza getmədim. O hadisə hamının gözünə, getmədim. Getdim, tələbəmi çıxartdım, şagirdimi çıxartdım. Onun da oğlun, Rey Kərimoğlu var, jurnalist məşhur. Onun da oğlun, Rey Kərimoğlu çıxardım. Alıp Zamba oğlu çıxartsa da oğlu ölüb, şəhid olubdur. Rey də bu danışdı. Yəni deyəməyən bir danışıqlar yığılırdı və gəldi roman oldu. Hə, deməli sözünüzdən belə çıxır ki, Şuşa otelində bugün özünüzü çox yaxşı hiss edirsiniz. Küçəsində elə oteldə nə yapırsan? Oteldə... Ümumiyyətlə də sualı ora ünvanlamışdım ona görə. Abi, mən bir ara demişdiniz ki, Ağdam azad olanda gedib oradan bir balaca koma tikib, bəli, orada yaşayacağım. Bugün demək olar ki, şəhər qurulur, həyat qayıdır. Hələ də Bakının mərkəzindəsiz. Yox, qızım, deyim. Ağdama getməyə nə qoymur? Statusunuz yoxsa Bakının lüksü?
Deyil o söz. Mən Ağdamazada olunanda ilk gedənlərdən biriyəm. Gedmişəm, həyətimizə də gedmişəm, ev dağılıb, həyət yoxdur. Hamısını xarab ediblər. Tikinti yəqin gedir. Çox istərdim ki, tikinti yox, deyirəm, evi dağıdıblar da. Təzə birinci dəfə gedəndə. Bəli. İstəyərdim ki, o evi yenidən tikim. Atamın evini yenidən bərpa edeyim də. Amma indi Ağdam gen planla tikilir. Bildiniz mi? Yəni, hər kəs gedib Ağdamda ev tikə bilməz. Dövlət şəhər salır orada, özü müasir bir şəhər salır. Ağdam gələcəkdə bəlkə Azərbaycanın paytaxtı oldu. Ağdamın küçələrinin eni 60 metrdir. 4 maşın gedir, 4 maşın gəlir. Yəqin televizyonda görmüsünüz. Yəni, yeni bir şəhər salır və təbii ki, bizim evdə düşür həmən plana. Həmən plana. Amma mən müraciət eləmişəm, Qasımqoma ki, Ağdam'a ilk köçənlərdən olmaq istəyirəm. Xanım da razılaşıb ki, Keçi Ağdamı, məsələn, Gəncənin deputatı gəlir izlasa qayıdır, ya hansı rayon. Bəli. Biz də Keçi Ağdamı... Bu sizin istəyiniz də arzunuzdur. Xanım da razılaşıb, Keçi Ağdamı iclas vaxtı gələrəm, qayıdaram. Artıq deyək ki, işləyir, qatar da işləyir, maşınımız da var. Amma hələ ki, mən qaçqın statusum yoxdur. Mən 70-ci də gəlmişəm Bakıya. Amma yalvarmışam ki, Ağdamda bir otaq da olsa bəsindir. Gedim Ağdamda yaşayım, o havanı alım, o torpaqda yaşayım, onun suyunu içim. Yəni fikrinizdən daşınmamışsınız. Daşınmamışam, gedərsiniz. Yəqin ki, evdə alacam. İnşallah ki, alarsınız da. Mənə verməsələ gedib satın alacam. Qəzetinizin adı Ədalətdir. Özüm də ədalətdir. Bəli, özünüz də ədalətsiz. Bugün dünyada və ölkədə ədalətin tərəzisi sizin üçün hansı tərəfə əyilir? Ədalətin tərəzi heç vaxt düz olmayır. Nə dünyada, nə ölkədə. Niyə? Balansını tutmaq çətindir. Çox çətindir və bir də ki, tərəzini kim əlində saxlayır? Yəni, insanlar, məmurlar və ya vəzifəlilər, ya qeyriləri o tərəzini düz olmağa qoymurlar. Cəmaat onda narazılıq edir. Dünyada da fikirləşin ki, deməli, ABŞ gəlib bir ölkənin prezidenti tutub aparır. Bildiniz? Gəlir, oğruyu götürür, gedir. Yaxud gəlir, Libiyanın prezidentini, Qəddafini küçənin ortasında öldürürlər. Ölkəmizdə necə bəs? İraqın prezidentini aparıb asırlar. Ölkəmizdə də ədaləti bərpa eləməyə çalışırlar. Biz müharibə şəraitindən təzə çıxmışıq. Hələ müharibənin yaraları gərək sağla, ölkənin iqtisadi vəziyyəti güclənə ki, ədalətin tərəzi düz olur. Aydın, mən bayaq vurğuladınız ki, statuslarınızın altında yazdığının xoşa gəlməyən ifadələri oxuyanda özünüzü necə hiss edirsiniz? Reaksiyanız nə olur? Heç ürəyinizdə deyirsinizmi, kaş bu xalq üçün bu qədər yazmazdım, dediyiniz anlar olub? Yox, elə heç vaxt olmuyor. Heç vaxt dediyim sözlərində peşman olmamışam. Amma görürsən, atırlar, kimsə trollar da nəsə yazıblar. Əvvəl biraz mənim yox, övladlarımın xətrinə dəyirdi. Mən dedim, mən fikir verməyim. Nə deyirlər, hə? Ata, niyə belə deyirlər? Pərt olurlar, sən niyə bunu yazdılar? Nədən irəli gəlir o sizcə? Niyə yazdılar ki? Qısqanclıq var, paxıllıq var, şöhrətdən götürməyənlər var. Nə bilim, ürəyini boşaltmağa yer axtarır, söyməyə yer axtarır ki, elə bilir xoşbəxt olacaq. Troll deyirlər onlara. Özdə hər şeydə də troll var. Deyirsiniz, sifarişləndir, hə? Paxıllıqla deyirlər. Sifariş də var. Qızım, sifariş də var ki, vurun. Vurun. Son zamanlar yoxdur, Allah'a şükür, amma əvvəllər vardı. Vurun. Qoyun, dilxor olsun, qoyun. Demədiyin sözü yazırlar ki, belə bir söz deyib. Mən elə bir söz deməmişəm. Manşet ediblər. Güya Aqil Abbas deyib ki, müəllimlər dərsdən sonra geçsin, hasar örsün. Elə bir söz deməmişəm. Deməmişsiniz. Atama lənətə gəl demişəm. O da deyir, geçsin dədəni örsün, nə bilim filan kəs örsün. Yəni, belə şeylər. Ağam müəllim, bayaq atlardan söhbət elədiniz ki, atların psixologiyasını bilirəm. Atları çox sevirəm. Atları çox sevirəm. Amma heç at çapa bilməmişəm, kətdə doğulsam da.
at çapa bilməmişəm. Yəni qəbiliyyətim çatmıyor. Amma atları sevirəm. Özdə hətta Qarabağda atı laf çox sevirlər. Qarabağda. Hətta Qarabağda gözəl qız görəndə deyirlər at kimi gözəldir. At yəni bir gözəllik simvoludur. Sən ağdanda. Atlarla indi çox tanışam. Yəni Ağdamda atçılıq zavodu vardı. Gedirdim işğaldan əvvəl. O zavoda gedirdim. O zavod haqqında, oradakı atlar haqqında, orada çalışanlar haqqında yazılar yazırdım. Hətta azı... Nədən? Yazılar nədən söhbət edir? Atlardan. Məsələn, orada bir nəsil var idi. Özləri Qazaxlıydılar. Havaqdan lap uzaq illərdə 100 ildir gəlmişdilər. Nəsillikdən atı bilirdilər, ata baxırdılar. Ali Qiddəsən oğlanladı. O vaxt atları Rus dilində öyrədirdilər. At aksiyonunda dəsən Odessada keçirilirdi. Atları satışda dünya gəlirdi oradan, at alırdı. Rus dilində öyrədirdilər. Bəli. Və at gedirdi və Ruslar çapırdı Qarabağ atlarını. Çapırdı, medalı da onlar alırdı. Pul da onlara verilirdi. 30 min at satırdılar. Gətirib adama 2000 pul verirdilər atçılıq zavodun ata görə. Halbuki 30 minə, 40 minə satırdılar. İngiliz kraliçasına bağışlamışlar 56-cı ildə dəsən atı. O oğlan dedi ki, bəs ata Azərbaycan döyəcəkdi. Qəsdən at yarışa gedəcək. Apardım, mən getmişəm yarışa, amma Rakiyyə öləndə qıraqdayım. Urus mindi hərbiçi idi. Mindi atı çapır, at buna qulaq asmır. Çünki bu Rusça buna komanda verir, at buna qulaq asmır. Deyir, axırda demiş, o çapa bilmir, verin özüm çapım. Çapdım və çempion oldum. Amma buna görə deyil, mən az qaldıra işdən çıxardalar ki, niyə bu atı Azərbaycan zörgətmişəm, niyə Rus zörgətməmişəm. Amma qəsdən eləmişdim. O vaxtdan da gör. Yəni, belə şeylər var idi. Yəni, söhbət edirdilər. Atın çox incədir. Qarabağ atları döyüş atlarıdır. Yəni, başqa atlardan fərqlənir. Qısa məsafədə ərəb atı Qarabağ atın keçir. Amma uzaq məsafə, sürəti yüksəkdir də qısa məsafədə. Bəli. Amma uzaq məsafədə Qarabağ atı gedir, ərəb atın yarı yolda qoyur, keçir, gedir. 40 kilometr Qarabağ atı çapa bilərsin. Nəfəs çatır ona. Ola bilər Qarabağ atının sürəti nisbətən ərəb atından sürəti astadır deyən, ola bilsin. Ərəb atı sürətlə qaçdığına görə tez yorulur. Ola bilərmi ondan irəli gəlsin? Yox, nəfəs məsələsi var da. Məsələn, əli ilə məni götürüb dalaşsaq, əli məni döyəcəkdir. Çünki o cavandım, mən də yaşlaşmışım. Amma nəfəs məsələsidir. Hər şeydə nəfəs məsələsidir. Qarabağ atının döşü, enli döşü var. Nəfəs alma. Sonra Qarabağ atı keçmişdə ona görə döyüş atı idi ki, üstündəki əskərlə bərabər düşmənlə vuruşurdu. Qabaq ayaqları ilə vururdu, arxa ayaqları ilə vururdu. Ağzı ilə tuturdu düşməni. Sonra həm də Qarabağ atı ərəb atından boyca balacadır. Fikirləşin, Qaz-24 və Moskviç, Jiguli. Hansı qıvraqdır? Jiguli. O birisi fırlanadır. Qarabağ atda çalınan qılıncın altından çıxa bilir, manevr eləyə bilir. Çünki kiçikdir boyca və cəhddir. Ağa, mənim yaradıcılığınızda yenilik var. Bəli. Deyərdiniz tamaşaçılarımıza. Bu da hazırda 10 gündür bir kitabım çıxıb, burnumun uzunu göynədən günlər. Bir povesti və müxtəlif yazılardır. İndi bir kitabımda jurnalda çıxıb, Ulduz jurnalının axırıncı nömrəsində, birinci nömrəsində Rəhmiş haqqında povest yazmışam. Maraqlı bir povesti. İndi qanun nəşriyyatında, kitab halında yəqin o Velişevrə gedənəcən çıxacaq. İnşallah, inşallah. Rəhmiş haqqında maraqlı, qeyri-adi yazıdır, yəni fərqli yazıdır. Yəni adi yazı deyil. Rəhmiş necə salıb, mən də o cür yazmışam.
Aha. Kimdən maraqlanmısınız toplusuna? Yəqin yolda Güllüdən soruşmusunuz, hə? O qızım, mən Gülü təzə tanıyır Rəmişi. Hə, siz çoxdan uşaq. Rəmişi 70-ci ilin üstə girəndən Rəmişlə qonşu olmuşum. Arxivi nəzərdə tuturam, ona görə dedim. Arxiv, məndə Rəmişin arxivləri var. Rəmişi istədim, elə yoldan maşında da gedəndə Rəmişi qoyuram, Qədir qoyuram, Akif İslamzadəni qoyuram. Sövqünüz yaxşıdır. Sevirəm bu sənətçiləri. Qoyuram, qulaq asın. Yəni, həmişə mənim yol yoldaşımdır, Rəmiş. Rəmişlə də çox xatirələrim var. Rəmişdən elə xatirələrim var ki, qeyri-adi xatirələrim var Rəmişdən. Yəni, onları deyək ki, təxəyyülümün məhsuludur, yəni jurnalisiyasıdır. Nur içində yatsın. Sonunda tamaşaçılarınıza nə deyə biləsiniz? Ürəyinizdən nə keçir? Deyil. Tamaşaçılara deyərəm ki, kitab oxusunlar, qəzet oxusunlar. Yəni, o sosial şəbəkələr, saytlar xəbər verir, amma qəzetlər araşdırma yazıları verir. Niyə oxumurlar? Sizin əvvəllər heç bu sözü deyən olmadı. Telefon hamının evi yıxıb da, əlində telefon var, gedib qəzet alınacaq, baxıb görün hansı, nə yazıb. Kim boşuyub, kim alıb, kim öldürüb. Onun qarşısını almaq olmaz? Yox, artıq gecdir. Artıq gecdir. Əvvəlki yazıçılarımız necə? İndiki yazıçılarla. İndiki yazıçılardan vəbşi var, tanıyırsınız bu müasir yazıçıların kitablarını oxuyan var. Bəli, var. Kimlərdir? Kim nəzərdə tutursunuz? Təbii ki. Birinin adını çəkin. Çəkə bilərəm, Mülqar Rəsul, Şərif Ağ, Qismət, Akşin, Oxuyan var, yəni Seymur Baycan, Kəramət Gülçü, oxuyurlar ki, sosial şəbəkələrdə. Amma bayaq vurğuladınız ki, küçədə satırlar kitablarını. Küçədə satsa da, yox, təkcə küçədə satmırlar, kitab mağazalarında satır və bir də ki, təqdimat mərasimləri olur, orada da satılır. Oxuyurlar. Belə çıxır, alıcılıq qabiliyyəti var. O dərəcədə deyil də. O dərəcə, ürək açan deyil. Özü də az tirajla çıxır. 500.000 tirajla çıxır. Düzdür, mənim doğru romanım nəşr olunub, 2000-5000 tirajla nəşr olunub. Türkiyədə 50.000 tirajla çap olunub və satılıb. Dolu roman. Bəli. Satılıb. Orada da ahali də çoxdur, filan deyəm də maraqlı. Batman Qılıncım da Türkiyədə dəfələrdən çap olunub romanım. Başqa əsərlərim. Niyə məhz Türkiyədə, burada yox? Burada çap olunub, sonra orada çap olunub. Hə, burada yəni alıcılıq qabiliyyəti zəifdir, hə, bugün desək. 2000, 3000, 5000 tirajla çapıyorum və kitabı da heç satışa verməmişim. Çoxunu paylamışım. Görüşlərə gedəndə, nə bilim, Naxçıvana da aparmışam. Görüşlərə gedəndə Satışa nə cəb verməmişsiniz? Tələbat yoxdur, yoxsa? Yox, vermişəm, az vermişəm də. Çünki elə tez-tez görüşə gedirəm, gedəndə hərəsinə bir 100 kitab paylayanda, nə qədər kitab var. Yəni ki, amma dolunu vermişdim. Heç maraqlanmamışam, nə qədərsə, heç gedib pulu ilə də maraqlanmamışam. Ki, nə qədər satılır. Qazancınız yaxşıdır, ona görə o pul sizin üçün maraqsızdır. maraqsızdır. Yox, qazanc məsələsidir. Heç dolu roman, mənim romanlarımı, kitablarımı çox nadir hallarda öz pulumdan çap eləmişəm. Hansısa bir dost imkanı, dost kömək edib kitabım çap olunubdur. Mən də ona hədiyyə eləmişəm. Mənə kitabı çapını hədiyyə ediblər, mən də onu oxuculara hədiyyə eləmişəm ki, buyurun oxuyun da. Özdə, məsələn, dolu romanı belə balaca bir roman deyil, böyüklər, belə deyil. Dolu roman haqqında yazılan məqalələr çıxanda, hələ kitab kimi çıxmamışdır, jurnalda çıxanda. Yazılan məqalələri toplasan, 2 cilt bir əsər edir. Təxminən 300-400 məqalə yazmışlar roman haqqında. Tənqidçi də, adi adam da, döyüşçü də, nə bilim, hamı yazmışdır, ürəyində nə var yazmışdır. Səmimi olduğunuz üçün təşəkkür edirəm Aqil müəllimsə. Bugün Aqil Abbasın dili ilə desək, həyatdır da, hər şey olur. Amma biz istəyirik ki, hər şeyin içində insan amili, kəndli dərdi və seçici inamı həmişə birinci olsun. Aqil Abbasın səmimi, bəzən kəskin, bəzən isə kədərli etiraflarını dinlədik. Seçim və nəticə çıxarmaq isə, əziz tamaşaçılar, buraxdım sizə. Bizə ayrılan vaxt sona çatdı. Sağ olun, gələn mehriban, görüşədik.